Gödəkçələrin, kardiganların və digər zəncirbənd olan, yəni ki, xalq dilində zamok olan geyimlərdə bu sürgülərin qulpu qırıla bilər. Bu tez-tez qarşılanan bir haldır və o halda nə ilə əvəz eləmək olar? Açar halqası ilə əvəz etmək olar. O çox rahatlıqla bura keçir və yaxud da ki, hamının əlinin altında ofisdə olan skrepka ilə bunu etmək olar. Amma bu müvəqqəti bir haldır və çox da yaxşı görsənməyəcəkdir və çıxış yolu nədir? Məsələn, AliExpress-də sürgü qulpu satılır, hazırdır. Bunu ora taxmaq çox asandır. Yəni, bu şəkildə taxmaq olur və çox yaxşı da görsənəcəkdir. Və zəncirbəndin sürgüsünün qulpunu əvəz edəcəyi bir şeydir. Müxtəlif dizaynda, formada bunlar var və onları çox ucuz qiymətə $1 aşağıda bir neçə dənə də əldə etmək olar və müxtəlif ölçüləri var. Onlara girib orada əldə edə bilərsiniz, sifariş edə bilərsiniz. Mən bunu AliExpress-dən sifariş etmişəm. Bəs siz belə halla qarşılaşanda nə edirsiniz?